cinsi əlaqədən sonra meydana çıxmasının şahidi oluruq ki, dəridən bir şəxsdən digərinə ötürülə bilər. Amma sonra xəstəlik kəskinləşmə dövrünə keçir. Aptekdən müəyyən dərman vasitələri alırlar, mazlar, kremlər alıb çəkirlər və bu da xəstəliyi daha da ağırlaşdıraraq bir çox dəri xəstəliklər var ki, bunlar yaz-yay fasilində aktivləşirlər. Bunların içərisində ən çox nəzərə çarpan dərinin göbələk xəstəlikləridir. Müraciət edən pasiyentlərimin bir hissəsində boynunda, gövdə nahiyəsində, aşağı nahiyələrdə müəyyən ləkələr, səpkilər, qaşınma izləri ilə mən rastlaşıram və burada biz göbələyin müxtəlif formalarını görürük. Bəzilərində isə ala-ala müəyyən səpkilər görürük ki, bu xəstəliklər buna əlvan dəmirov və yaxud kəpənlənən dəmirov da deyilir. Bunlar yay fəslində istidə aktivləşir, yəni qış fəslində soyuqda isə onlar remissiya, sakitlik dövrünə keçirlər. Bu nöqteyi nəzərdən dərdə baş verən müəyyən dəyişiklikləri gördükdə bunun üstünə düşmək lazımdır. Yəni son vaxtlar ümumiyyətlə dərinin göbələk xəstəlikləri biraz başqa bir istiqamətdə inkişaf edirlər və onların müalicəsi çətinləşir. Bu ondan irəli gəlir ki, pasiyentlər özləri gedirlər aptekdən müəyyən dərman vasitələri alırlar, mazlar, kremlər alıb çəkirlər və bu da xəstəliyi daha da ağırlaşdıraraq onu müəyyən qədər sakitləşdirsə də, sağaltsa da, amma xəstəliyi tam daxildən müalicə etmir. İstənilən dəri xəstəliyi, istəyir göbələk xəstəliyi olsun, istəyir virus mənşəli hər hansı bir infeksion xəstəliklər olsun, bunlar daxildən müalicə etməlidir. Biz dəfələrlə şahidi olmuşuq ki, gələn xəstələrin bir çoxu farmasevtin məsləhəti ilə müəyyən kremlərdən, mazlardan istifadə edib müvəqqəti, amma sonra xəstəlik kəskinləşmə dövrünə keçib yenə də. Burada proses get-gedə dərinləşərək xroniki dövrə keçir və həmin xəstələrin müalicəsi əgər bir kursa sağalmalı idisə, bu bir neçə kursa sağalır. Digər dəri xəstəlikləri içərisində mən insan papilloma virusu ilə əlaqədar əmələ gələn o papilloma virusunun törətdiyi ziyillərdən danışmaq istəyirəm, hansı ki, el arasından ziyillər deyilir. Onlar da ilkin dövrdə tək-tək meydana çıxır. Əsasən də cinsi orqan nahiyəsində, bu aşağı qasıq orqanlarında önə çıxır və istər qadında, istər kişidə bunun ilkin əlamətləri dəridə qabarıq şəkildə olan ət xallarının görsənməsidir ki, bu pasiyent artıq o vaxt bunu görür ki, artıq aktivlik dövrünə keçmişdir və bir yox, bir neçə dənə papillomanın əmələ gəlməsi sonra da bunun artmasına gətirib çıxarır. Və bu zaman müayinə etdikdə bu pasiyentlərdə bunun ya immun sisteminin aşağı düşməsi ilə əlaqədar, ya da hər hansı bir cinsi əlaqədən sonra meydana çıxmasının şahidi oluruq ki, bu da onu deməkdir ki, dəri ilə yoluxan xəstəliklər qrupuna daxildir və bu təmas vasitəsilə selikli qışadan dəridən bir şəxsdən digərinə ötürülə bilər. Eyni zamanda herpes xəstəliyi də, hansı ki, cinsi orqan nahiyəsində müəyyən sızanaqların, qovuqçuqların meydana çıxması və onların sonra partlayaraq eroziyaya çevrilməsi həmin xəstələr çox çətin hallar yaşadır və bu xəstələrdə get-gedə bu dərinləşərək yara formasına da keçə bilər. Buna görə cinsi orqan nahiyəsində dərinin istənilən bir hissəsində, orqanizmin müxtəlif bölgələrində əgər dəridə müəyyən dəyişikliklər, ləkə, səpki, hər hansı bir yara, xora və yaxud da ki, qaşınma yaranıbsa, bunun üstünə düşmək lazımdır ki, vaxtında müayinə olunub diaqnostik olunsun və düzgün müalicə olunsun. Əsas da düzgün mütəxəssisə müraciət etmək, yəni dəri zöhrəvi həkimi, dermatoveneroloq həkimə müraciət etmək lazımdır ki, bu problem düzgün istiqamətdə müayinə və müalicə olunsun.